Əmək pensiyalarının təyin olunması, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında olan yeni dəyişikliklər Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu yeni qaydalarla pensiyaya daha tez çıxmaqla bağlı proseduralar daha da sadələşdirilib və əlçatanlıq artırılıb. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklər əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun reallaşdırılmasını asanlaşdırır. Əmək pensiyaları haqqında qanunun 9-cu maddəsinə əsasən incəsənətin xüsusi sahələrində, yeraltı əmək şəraitində və ya xüsusilə zərərli və ağır işlərdə Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda nəzərdə tutulan minimum illər, kişilər üçün azı 12 il 6 ay, qadınlar üçün azı 10 il, çalışmış şəxslərin yaş həddi 5 il azaldılmaqla erkən pensiya hüququ mövcuddur. Əvvəlki qaydalara görə bu hüququ reallaşdırmaq üçün vətəndaşlar işlədiyi müəssisənin işə götürəni tərəfindən verilmiş arayışı təqdim etməli idilər. Lakin bəzi hallarda, xüsusən müəssisələrin fəaliyyətini dayandırması səbəbilə belə arayışların alınması çətinlik yaradırdı. Nəticədə vətəndaşlar pensiya hüquqlarından daha tez istifadə edə bilmirdilər. Yeni dəyişikliklərə əsasən, əgər bu arayışın təqdim edilməsi mümkün olmasa, şəxsin işlədiyi peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi güzəştli peşələr siyahısına uyğun olması əsasında, onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanılacaq. Bu zaman güzəştli sahədə iş stajının hesablanması Əmək və Məşğulluq Alt Sistemindən (EMAS) əmək müqavilələrinə dair çıxarışdakı qeydə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən də pensiya təyinatı mümkün olacaq. Deputat həmçinin bildirib ki, yeni dəyişikliklər qulluq əlavəsi alan və işləməyə davam edən şəxslərin əmək pensiyası hesablanarkən əmək haqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı daha yüksək olarsa, həmin məbləğin vətəndaşa təyin edilməsini nəzərdə tutur. Bu o deməkdir ki, vətəndaşın gözlənilən pensiya məbləğində artımlar olacaq. Çünki o, daha çox olan məbləği seçmək hüququna malik olacaq. Bu dəyişikliklər pensiya təyinatının asanlaşdırılmasına xidmət edir və bir sıra hallarda pensiya məbləğlərinin artmasına səbəb olur.